Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah əcr versin. Allah Teala bu əzadarlığı sizlərdən qəbul eləsin inşallah. Hacı, selamun aleyküm ve rahmetullah. Allah sizə əcr versin hacı. İnşallah məhkum. Allah qəbul eləsin. Tamam. İbadətlərimizi, itaətlərimizi, xüsusən də bu günlərdəki əzadarlıqlarımızı. Amin inşallah. Allah hamımızdan qəbul eləsin hacı. Hacı, keçən səfər Məhərrəmin fəzilətindən danışdıq, Məhərrəm ayının fəlsəfəsindən, hikmətindən danışdıq. Bugün istəyirəm ki, əzadarlıq haqqında danışaq. Bu həm dini baxımdan əzadarlıq necə tövsiyə olunub bizə, həm də onun ictimai və bizim mənəviyyatımıza olan təsirləri nədən ibarətdir. İstəyirəm o haqda biraz danışaq. Və burada Əhl-i Beytdən gələn çoxlu hədisləri görürük. Həm də Əhl-i Beytin əməli sirəsi, əməli proqramı necə olub, onlar necə bu əzadarlığı keçiriblər. İstəyirəm elə o haqda inşallah sizi dinləyək. Bismillahirrahmanirrahim. Allah Teala'nın salavat salam olsun Peyğəmbərinə, Əhl-i Beytinə və möminlərinə, xüsusən bu günlərdə İmam Hüseyin əleyhissalamın əzadarlarına inşallah. Allah bizi həqiqi bəndələrindən qərar versin, Peyğəmbərə həqiqi ümmət, İmam Hüseyin əleyhissalam, Əhl-i Beyti sevənlərdən qərar versin inşallah. Artıq biz dedik, İmam Hüseyinə əzza saxlamanın fəziləti barəsində danışaq. Bizim ümumi mövzumuz bu olmuşdu ki, əvvəldən bir imamət bəhsi eləyək ki, inşallah o bəhsə gələcək. Dünənləri mən bir söz demək istəyirdim. Onu deyək, keçək, gələk əzadarlığın üstünə. Bir elə, bu da başqa mövzudur, Əhl-i Beytin barəsindədir. Bir hədis, bir ayə. Deməli, istədim biraz da möminlər bu mövzuda biraz da xəbərdar olsunlar, yadlarına düşsünlər ki, biz kimə əzadarlıq eləyirik. O baxımdan sonra onun fəzilətindən də danışaq inşallah. Əlbəttə, mən bu başdan yadımda olan deyir, bir dəfə gördülər Həzrəti Salman ağlayır. Mən yadımda da haradasa rast gəlib bu mənə. Ya Həbibi ibn Məzahir ağlayır. Biraz orasını qarışdırdım. Fərq eləməz. Fərq eləməz. Soruşdular, niyə ağlayırsan? Dedi ki, mən İmam Hüseynə əzadar ola bilməyəcəm, ona görə ağlayıram. Dedilər, sən İmam Hüseyn əleyhissalamın qarşısında, onun hədəfi uğrunda şəhid olacaqsan və onun qarşısında şəhid olacaqsan, onun qucağında şəhid olacaqsan. Bundan yüksək məqam. Deyir, və sən də ağlamısan İmam Hüseyn. Axı İmam Hüseyn əleyhissalam şəhid olmamışdan da qabaq. Tarix, hətta keçmiş ənbiyanın da barəsində var. Həzrəti Rəsulullahın özü həmişə İmam Hüseyin əleyhissalamı görəndə ağlardı. Hətta məsələn, bəzi mənbələrdə var, Xanım Zəhra salamullah əleyha, hətta İmam Hüseyin əleyhissalam dünyaya gəlməmişdən bəzi hallarda görsən ağlayırdı. Və Həbibə də deyirlər ki, sən ilə ağlamısan da həmişə o söhbət düşəndə deyir, yox. O qədər ki, mən fəzilət bilirəm, eşitmişəm İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra ona əza saxlamağın fəzilət və savabından kaş adam imkanı olaydı şəhadətdən sonra, öləndən sonra, yəni biz ona özü şəhid olandan sonra əzadarlıq eləyə biləydik ki, o da mümkün olmayacaq da, yəni biz burada şəhid olacaq, burada dünyamızı dəyişəcək. Yəni İmam Hüseyin əleyhissalamı şəhid olan və şəhid olmağın yəqini bilən adam, o məqama yetişən adam İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra onu əza saxlayanlara qift edir. Deyir, kaş mən də o əzanı saxlaya biləydim. Və biz İmam Hüseyin əleyhissalamın və əimmənin barəsində danışanda ki, biz niyə bunlara əza saxlayırıq? Kimdir, məsələn, bu əimmə? Bu cürə biz bir dənə mən hədis oxuyaram İmam Kazım əleyhissalamın, amma ondan qabaq bir dənə elə bil ki, iki dənə ayə zehnimə gəldi. Biri, səhv eləmirəmsə,
Furqan surəsinin 57-ci ayəsidir. Bir də ki, həmin bildiyimiz Şura surəsinin 23-cü ayəsidir. Həzrəti Rəsulullah ki, hər ikisində elə bil əzr müqabili mövzusu var. Risalətinin müqabilində cəmaatdan muzd istəmək mövzusu var ki, bunu da hamı bilir, möminlər də bilir ki, heç bir peyğəmbər öz risalətinin müqabilində muzd istəməyib. Sizin də yadınızda var ki, Xeyr. yəni Bütün peyğəmbərlər hamısı ümmətlərdən nəzrə illə Allah deyib. Həzrəti Nuh 950 il dedi peyğəmbərlik elə dedi, mən sizdən heç bir muzd istəmirəm. Mənim nəzrim ancaq Allaha aiddir, Allahın yanındadır. Amma Həzrəti Rəsulullaha Allah Taala əmr elədi ki, qul deyilən La əsəlukum aleyhi əcrən illəl məbəddətə fil qurba. Bir dənə də bu Furqan surəsinin azı tərcüməsini də zəhmət olmasa deyək. Bütün möminlər hamı bilir onu, ona görə bilməliyəm. Bir şey denəm cəmaata, peyğəmbər, bu risalətimin müqabilində heç bir əcr istəmirəm. Amma əhl-i beytimə məhəbbət istəyirəm. Məvəddətdir də özdə. Məhəbbətinə, məvəddətində fərqi var biraz. Yəni sizdən əhl-i beytimin risalətinin müqabilində əhl-i beytimə məhəbbət istəyirəm. Furqan surəsinin 57-ci ayəsində də buyurur: "Ma əsəlukum aleyhi əcrən illa ən yettəğizə ilə rəbbihi səbila." Deyir, mən sizdən heç bir əcr muz istəmirəm. Yeganə istədiyim odur ki, ən yettəxizə ilə Rəbbinizə doğru yol tutasınız. İstəyim bir dənə budur ki, Rəbbinizə tərəf yol tutasınız. İndi acı məntiqlə də və biz bilirik ki, bu ayələr bir-birini təsdiqləyir, bir-birini təkid edir, qüvvətləndirir, bir-birinə köməkçi olur. Orada baxanda məsələn, yəni burada hər iki ayəni yanaşı qoyuruq. Hər ikisində peyğəmbər bir muzd istəyib. Bəli. Deyib ki, məsələn, mən ayələrin təkrar edirəm, siz izahını verin. Deyib buyurub ki, mən əcr istəmirəm, yalnız əhl-i beytimə məhəbbət istəyirəm. Mən sizdən əcr istəmirəm, yalnız Rəbbinizə doğru bir yol tutmağınızı istəyirəm. Deməli, buradan da gərək adam o qədər inatkar ola, o qədər məsələn ləcuz ola, ondan sonra ləcuz da elə inatkardır. Adam məsələn də çox savadsız ola, cahil ola, filan ola. Bu iki dənə ayəni bir-birindən ayıra. Yəni, deyək ki, peyğəmbərin məhəbbət və məvəddət istədiyi əhl-i beyt ayrıdır, Allaha tərəf gedən yol ayrıdır. Adam nə qədər, məsələn, belə deyək də, belə özün bu yerə qoyar ki, bunu bu cürə neyniyər, izah eləyər ki, bu ayrıdır. Hələ bizim başqa, məsələn, sırat-ı müstəqim dünənləri dediyi, məsələn, o mövzuda, bu Şura surəsində deyir ki, mən sizdən əcr istəmirəm, amma, yəni əslində əcr istəyirəm, əcr istəyirəm. Çünki o ədəbi qüvvətə əsəlukum aleyhi əcrən illa sındırırdı onu. O illanı oradan götürsək, la'yı əvvəldən götürsək, nədir? Əsəlukum əcrən məvəddətə, yəni əsəlukum məvəddətə fil qurba. Yalnız və yalnız sizdən məhəbbət. Sadəcə o əvvəlindən nəhvi gəlib, sonra illə ilə istisna eləmək, o həsr edir onu. Yəni bundan başqa heç nə istəmirəm. İstəyirəm mənim risalətimin müqabilində mənə olan borcunuzu əhl-i beytimə məhəbbətlə eləyəsiniz. Hacı, özü bunu Allah deyizdirir. Maraqlı cəhətdir. Bunu, məsələn, Peyğəmbər öz qohumlarına olan təəssübkeşliyindən, ya burada tərəfbazlıq eləsin, burada yox. Allah ona deyizdirir ki, yəni sən bunu bu cür deyirəm. Çünki baxır, özü biz hələ başqa cəhətlərdən baxsaq bu mövzuya, indi bu iki ayənin barəsində yenə birləşməsindən bir kəlmə. Bir dənə də o cür ayə var. Ma səltukum min əcrin fəhuvə ləkum. O şey ki, o bizim özümüzə qayıdır. Deyir ki, yəni mən sizdən istədiyim o əcr əslində sizin xeyrinizə. Yəni əhl-i beytimə məhəbbət istəyirəm ki, bu sizin xeyrinizədir. Sizin hidayət olmağınızı istəyirəm, bu da sizin xeyrinizədir. Ma səltukum min əcrin fəhuvə ləkum. Belə deyir, mən neynirəm özüm? Mənə lazımdır. Və Allahın nəyinə lazımdır? Belə deyir, bizim özümüzə qayıdır.
Adam uşağı oxudan da adama bir xeyir olmuş, uşağa deyir oxu da, elə deyir, sənin xeyri deyir. Elə deyir. Ha, bu da bizim xeyrimizədir. İndi mövzu burada nədir? O demiş ki, deyib, qul deyib. Baxın, biz Qur'ana bir balaca üzdən baxsaq, görərik ki, harada çox həssas mövzu gəlib, dəyərli mövzu gəlib. İstər nəhyə, istər əmrə. Orada məsələn, deməyib elə, deməyib get, deyib qul, de birbaşa. Çatdır da deməyib, ha. Sən deyib, çatmısan da deyib, o əksəriyyətində, məsələn, düzdür, bəlliq dedi, şeydə. Orada deyil, qulun bir başqa forması. Sən Qur'an deyir ki, qul və Allahu əhəd. Deyicən, Allahdan başqa Allahı yoxdur. Qul hamısının başına gəlir də. Qul Allahus səməd. Ayədə bir dəfə deyir, o fəsahət baxımından. Qul ləm yəlid və ləm yulad. Qul və ləm yəkulləhu kuffən əhəd. Yaxşı? Qul əuzu bi rəbbin nas. Qul əuzu bi rəbbil fələq. Yaxşı? Burada da gəlir deyir ki, qul, o qədər mövzu həssasdır. Tohidə də deyir, denən ki, qul huvəllahu əhəd. Burada deyir ki, qul la əsəlukum əleyhi əcran illəl məvəddətə fil qurub. Bu mövzudur. Bir də qayda o 2 dənə ayənin Furqan 57 ilə Şura 23. Bu biraz da aydınlaşsın ki, yəni Allah Teala bu ayənin birində deyir ki, Peyğəmbər denən sizdən bu işimin müqabilində Əhl-i Beytimə məhəbbət istəyirəm. O biri ayədə də Peyğəmbər deyir ki, mən sizdən heç bir əcr istəmirəm. İlla ən yəttəxizə ilə Rəbbihi səbila. İstəyirəm Allah'ın tərəfinə yol tutasınız. Bəs onda biz deyəndə ki, sırat-ül müstəqim deyəndə, ihdinə sırat-ül müstəqim deyəndə bu yolu deyirdi, Əhl-i Beyt deyirdi, niyə? Bəziləri narahat olurlar. Görürsən, burada da deyir. Bir ayədə deyir ki, Əhl-i Beytimə məhəbbət istəyirəm, o bir ayədə deyir ki, nə deyir? Mən istəyirəm bu risalətimin müqabilində Allaha tərəf yol tutasınız. Bu nətər ola bilər ki, Əhl-i Beytə məhəbbət ayrı olsun, Allaha gedən yol ayrı olsun. Bu ola bilər, xeyr ola bilməz. Özdə xüsusən də ikisini də bir işin müqabilində istəyir. İkisini də bir işin müqabilində. Hər ikisinin risalətinin müqabilində əcr ünvanında istəyir. Risalətimin əvəzini çıxmaq istəyirsə, Əhl-i Beytimə məhəbbət olun. Mənim risalətimin əcrini vermək istəyirsə, Allaha tərəf yolun. Görün, bir-birini necə var. Allah tərəf aparan yoldur, bəli, yol özüdür. Ona görə Həzrəti Peyğəmbər, deməli, Həzrəti Peyğəmbərin, yəni Allahın məqsədi burada insanların Əhl-i Beytin vasitəsilə Allahın tutmasıdır. Başqa vasitə ilə tutsa gedib çıxamayacaq. İndi biri sual verə bilər ki, niyə məhz elə Əhl-i Beyt? Çünki ondan başqa yol olsa, Həzrət Rəsulullah da deyib də ki, dünənlərdə dedik, ondan geri qalsınız. Həlak olacaq, zəlalətə düşəcəksiniz, həlak olacaqsınız, qabağa keçsiniz, zəlalətə düşəcəksiniz, gedib alacaqsınız. Çünki bu yol bu yoldur. Başqa yol yoxdur. Bundan başqa bir yol. Özü birisi necə alacaq? Bəzən elə danışırlar ki, güya məhz bu məsələ elə İslamda bir dəstənin əqidəsidir. Yox. Yer üzündə istər asimanı din, istər qeyri-asimanı din, istər heç dindar olmayan, ümumiyyətlə din qəbul eləməyən. Yaxşı, hamının bir tutduğu yol var. Hamının da tutduğu bir dənə şəxsiyyət var. Onun ardınca gedirlər. Yaxşı, Fironlar olub, Nəmrudlar olub, Markslar olub, nə bilim, Leninlər olub. Ümumiyyətlə, bizi, hacı, sözünüzə kəsirəm. Ümumiyyətlə, bu insanların hamısını, bizi də, hər kəsi birinə elə bir ki, bağlayıblar. Biz onunla gələcəyik. Yevmə nəd'u kullə unasin bi imamim. Yəni, biz imamdan ayrıla bilmirik ki, yəni biz imamla gələcəyik. İndi kimin imamı kimdirsə, ondan gələcək. Başqa bir yol başqa yoxdur. Bu insan üçün ümumiyyətlə eyib deyir. Bu insan üçün eyib deyir. İnsanın başı bir nəfərə bağlana. İnsanı bir nəfər idarə eləyə. Bu insan üçün eyib deyil. İnsan üçün eyib odur ki, o kimə bağlanmağın düzgün tapa bilməyə. Nümunəsini düzgün tapmaya. Məsələn, əmmi küfrün dalıcan gedə. Əmmi küfrün dalıcan gedə. Yaxşı? Bəli. Ya Allah, seyir. Bizim
Seyid də düzdür, üzürlüdür. Əvvəlcədən demişdi ki, inşallah başqa bir yerdə xidmət eləyir. Bəli. Ona görə inşallah yenə Seyid qonağımızdır, gəlib inşallah. İndi qoy qardaş hazırlasın. Hacı, bizim sözümüz Yəni bu idi. İki dənə ayə, ikisi də Əhl-i Beyti göstərir. Bu deyir, əcr istəmirəm Əhl-i Beytə məhəbbətdən başqa. Bu da deyir, burada da deyir, əcr istəmirəm ancaq Allaha gedən yola, Allaha gedin, Allaha tərəf gedin. Yaxşı? Bəs bunların ikisi də deməli bir şeydir. Allaha gedən yolla Əhl-i Beyt yolu eyni şeydir. Yəni Əhl-i Beyt özü ilə Allaha gedən yoldur. Sırat-ı müstəqim odur. Ona görə məsələn Həzrətləri əleyhissalam, İmam Sadiq əleyhissalam buyururdu ki, Nəhnu sıratul müstəqim. Bizdik ki, o düzgün yol. Hətta məsələn, vəhtəsimu bihəblillahi cəmiyə mövzusu var. Vəhtəsimu, məsələn, İmam Sadiq əleyhissalam buyurur ki, Nəhnu həblullahil vətin. Məsələn, o ayət-əl kürsüdə deyir, fəqəd istəmsəkə bil ürvətil vüsqa ləm fisamələha. Kim tağuta kafir olsa, Allaha iman gətirsə, həqiqətdə bir dənə ipdən yapışıb ki, ləm fisamələ, onun qırılmağı yoxdur. İmam Sadiq əleyhissalam deyir, nəhnu həblullahilləzi ləm fisamələ. O Allahın ipi həmin... Allah başlasın Seyid, xoş gəlib, səfa gətirmişsiniz. Allah əcr versin. Allah sizə əcr versin inşallah. Mən o hədisi oxuyum, Hacı Seyid də qoşulsun da inşallah. Bizim Həd surəsində səhv eləmirəmsə 78-ci ayə qeyd eləmişəm mən. İnşallah düz qeyd elərəm. Ayə ki düzdür 100%. Ola bilər nömrəsini səhv qeyd elərəm. Əqimus salat və atuz zəkat. Yaxşı. Yox, o qalsın. Onu inşallah yerəcək. Bu ikinci bir başqa İmam Kazım əleyhissalamdan soruşurlar. Ləmma suilə ən qovlihi taala qul innəma hərrəmə rəbbi əl-fəvahişə ma zəhərə minha və ma bətənə. İmam Kazım əleyhissalamdan soruşdular ki, yəni Rasulullah, bu ki, bu ayədə deyir, denən Allahım haram eləyib bütün pislikləri, aşkar olan pislikləri və gizlin olan pislikləri. Bu ayə nə demək istəyir? Həzrət cavabında buyurur ki, İnnəl Qur'anə ləhu zəhrun və bətnun. Quranın aşkarı var, bətni var. Zahiri var, batini var. Bəli. Zahiri var, batini var. Fəcəmi'u ma hərrəməllahu fil Qur'an hüvəz zahir. Bütün o şeylər ki, Allah Teala Qur'an-ı Kərimdə haram eləyib, o Quranın zahiridir. Bəs batini deyir, vəl batini min zalikə əmmətül cavr. Amma batini isə zalimlardır, əmmətül cavrıdır. Yaxşı. Və cəmi'i ma əhəllallahu Teala fil kitab huvə zahir. Allah Teala Quran-ı Kərimdə halal elədiyi şeylərin hamısı o Quranın zahiridir. Və bu batin deyir, vəl batini min zalik əmmətül həqq. Deməli, batini isə nədir? Həqiqəti imamlardır, haqq olan imamlardır. Ondan sonra Həzrət buyurur ki, Nəhnu əslu kulli xeyrin və min furuina kulli birrin. Əsli xeyr bizik. Bizim o furularımızdandır bütün o yaxşılıqlar ki, ondan sonra və minəl birri deyir, ət-təvhid və səlat və siyam və kəzmil qeyz vəl-əffi ənil musi vəl rəhmətul fəqir və təəhhudul car. Bunların hamısı, hətta deyir, tohid də bizdən qaynaqlanır. İndi biri, məsələn, ola bilər, söz ona düzgün çatmasın, desin ki, bu genə bunlar şirk elədilər, tohid hara, imamlara. Yəni, tohid bizsiz, siz tohid başa düşməyəcəksiniz. Yəni, düzgün tohid ki, o tohid ki, sizə xeyir verəcək, o tohid ki, sizi elə bil həqiqi müvəhhid eləyəcək, tək Allahçılığa çatdıracaq və sizin əməlinizdə, əqidənizdə şirk olmayacaq, o bizim vasitəmizlə gəlib çıxan nədir? Tohiddir. Ona görə deyir ki, bizim furuqlarımızdan da o, nə? Həmin o tohid, ondan sonra namaz, ondan sonra oruc, ondan sonra kəzmul qeyz, qəzəbi udmaq. Ki, bilirsiniz də, 200-də inşallah, o deyir, Allah Teala öz xüsusiyyətindən neçə dənə Peyğəmbərə verib.
neçə dənə imama verib, Peyğəmbərə verdiklərindən biri müdaratın nasdır, cəmaatı yola verməkdir. İçərisində Kəzmi Qeyz də var da, elə deyir. İmama verdiklərindən də biri əs-səbru, fis-sərra, əvəz-zərra, bütün belə də çətin günlərdə, asan günlərdə səbr eləməkdir. Kəzmul Qeyz də elə yenə onun da içindədir. Yəni, bəlkə də o Allahın xasiyyəti isə Səttarəlüyubdur, bəli. Səttarəlüyubdur, bəli. Evlər olmalı. Bəli. Deməli, o imam, Peyğəmbərdə cəmaatı müdarə eləmək, imamda da səbr eləmək, hər ikisinin içərisində də nə var? Kəzmul Qeyz var. Yaxşı, imamda olan sifətdir. Ondan sonra cəmaatı, məsələn, səhv eləyəni bağışlamaq. Əfv ənil musidə. Musi pis deməkdir də, pis mənada. Yəni, günahkar adam. Günahkar adam. Amma da pisin fərqi var da, pis da elə, məsələn, şümür də pis idi. Elə deyir. Düz də şümür imam da bağışlasaydı Allah bağışlamayacaqdı. İndi biri deyər ki, niyə Allahın yerinə danışırsınız? Bu Allahın yerinə danışmırıq. Allah özü qanun qoyub ki, deyir belədir. Yaxşı. Məsələn, bir təqvasız adam, məsələn, günahkar adam bir ehsan eləyəndə biz deyəndə ki, Allah qəbul eləməz onu. Deyirlər, Allahın yerindən üç danışır. Deyir, Allahın yerinə danışmırıq ki, İnnəmə yətəqəbbəlullah minəl muttəqin də Allah Teala Quranda deyir. Mən təqvalılardan qəbul edirəm. Ondan qəbul da olsa, dünyəvi baxımdan qəbuldur da. Bəli, ondan sonra da belə. Seyid, salam aleykum, xoş gəlib, səfa gətirmişsiniz. Bağışlayın da biraz əmr vaqe elədim, gəldim, gördüm araya. Allah sizi var eləsin. Biz gözləyirik sizin yolunuzu, sözün doğrusu. Hacı dedi ki, Seyid gələcək. Seyid, bizim Seyid, bizim mövzumuz o əzadarlıqla bağlıdır ki, yəni əzadarlığın fəlsəfəsi hikmətindən biz danışırdıq. Hacı müqəddimə ünvanında dedi ki, gərək biz bilək ki, kim üçün əzadarlıq edirik də. Yəni, bu gərək birinci təyin edək ki, kimin üçün əzadarlıq edirik. Biz o şəxsi tanımalıyıq ki, sonra əzadarlığa düzgün qiymət veririk. Mərifət gəlir, sonra əməl gəlir. Bəli, elə. Ondan danışıq, biraz Əhl-i Beytin Quran-ı Kərimdə olan o vacibi haqlarından danışdıq, məvəddətdən danışdıq, məhəbbətdən danışdıq və digər mövzulara toxunduq ki, yəni biz elə bir şəxslərin və elə bir şəxsin əzadarlığını yaşadırıq, yaşatmaq istəyirik, keçirmək istəyirik ki, Quran-ı Kərim özü vacib edib ki, onların yolu ilə gedin. Hacı bayaqdan o ayələri bir-bir deyirdi ki, bir tərəfdən Peyğəmbər deyir ki, mən bu risalətimi təbliğ etməyimin müqabilində yalnız sizdən məvəddət istəyirəm, məhəbbət istəyirəm, həmahəngləşmək istəyirəm, qohumlarımla, Əhl-i Beytimlə. Digər ayədə isə buyurur ki, mənim sizdən əcr istəmirəm, amma bir də bir şey istəyirəm ki, Allaha doğru bir yol tutasınız. Deməli, bu Əhl-i Beytin məhəbbəti o qədər ciddi bir məsələdir ki, Allaha aparan yoldur. Çünki hər ikisi risalətin əcridir, mükafatıdır. Yəni, belə bir şəxsə biz əslində əzadarlıq edirik. Və ümumiyyətlə, hədislərimizdə bu əzadarlığın hansı tövsiyələr var əzadarlıq haqqında? İstəyirəm elə sizin səsinizdə eşidək, sonra inşallah davam edək. Bismillahirrahmanirrahim. Üzr istəyirəm halimlərdən sizdən. Salamlayıram izləyiciləri də. Əhl-i Beyt əleyhissalam o haram məsələləri istisna etsək, xurafat, cəfəngət istisna etsək, qalan məsələlərdə insanlara icazə veriblər ki, bu əzadarlıq, Əhl-i Beytin dərdinə şərik olmaq məsələsində insanlar bir folklor yaratsınlar, bir mədəniyyət yaratsınlar. Ona görə də deyir ki, mən ənşədə beytən. Bəli. Bir dənə beyt deyənə cənnəti vacib edir hədis. Hətta məsələn İmam Sadiq əleyhissalamdır, səhv eləmirəm, onun Əbu Harun ilə söhbəti var. Əbu Harun ya özü bir şeir yazmışdı Əhl-i Beyt üçün, ya da başqasının şeirini oxuyur. İndikiləcə Rövzəxan idi, məsələn, belə deyək, məddah idi. İmamın evinə gəlir, imam ona deyir ki, oxu İmam Hüseyndən bir şey oxu. Gəlmişkən, ilk əzadarlıq məclislərini, rəsmi məclisləri quran İmam Sadiq əleyhissalam öz evində.
Hətta pərdə çəkərdi, xanımlara deyərdi, siz də gəlin oturun pərdənin arxasında. Yəni o imam ki, həmişə xanımlara deyərdi, siz əndərində olun, o tərəfdə olun, deyərdi, gəlin oturun, pərdə çəkilsin, qulaq asın İmam Hüseyin Nəzadar. Əbu Harun başlayır mədəni, imamın huzuruna layiq, belə ədəbli sözlər filan bəsməkan, belə də ciddi, elə bil ki, fəsih şəkildə, ədəbi şəkildə rozaxanlıq eləmək, şeirlər oxumağa imam saxlayır onu. Buyurur, öz evinizdə, öz məhəllənizdə necə oxuyursunuz, elə oxuyun. Deyir, icazə var, buyurur. O, elə bir ahanalı çəkir ki, yəni, imam az qalır qəşk eləsin ağlamadan, xanımlar orada ağlayırlar, ürəyə gedən filan və imam ona çoxlu şəkildə, yəni, bugünkü, məsələn, miqdar nəsə olsa, o qədər ona mükafat verir, o qədər ona əcr yayır, deyir, o qədər ona maddi dəstək verir ki, insan baxır ki, bu, yəni, neylədir ki, Əbu Harun güya? Nə bir özü oxudu. Amma məsələ bilirsiniz nədir? Əhl-i Beyt əleyhissalam bu vaxt hacı dedi ki, Əhl-i Beyt hər hansı bir muzd deyil ki, Peyğəmbər məsələn bir padişah olsun, desin ki, kim istəyir mənim ondan xoşum gəlsin, mənim mükafatı versin, mənim bağlarımla müğayət olsun. Belə deyil. Ki, İmam Zeynəl Abidin buyurur, hətta onu da eləmədilər. Yəni, Peyğəmbərimiz buyursaydı, nə qədər bacarırsınız Əhl-i Beytimə zülm edin, bundan artıq eləyə bilməzdilər. Amma o ki, ayədir, biz Peyğəmbər deyirik, biz dilimizə düşür. Peyğəmbər demir, buyurur, qul, Allah deyir. Allah deyir ki, Peyğəmbərin risalətini, missiyasını, mükafatını Əhl-i Beyt sevgisidir. Başqa deyir ki, fəmən şahin yettəqdiyalara bihi səbila. Əhl-i Beytin sevgisi hər hansı bir sevgi deyil. Bugün biz görürük, məsələn, müəyyən insanlar var, deyirlər ki, siz ağını çıxarırsınız. Biz də Əhl-i Beyti sevirik. Hətta sizdən də çox sevirik. Quranın olaraq cavabı var. Görür, mən sizin sevginizi nə edirəm? Sevməsəm nə olur? Bu işləri görün. Yəni, Allaha doğru gedən yolu bu kişilərdən Feyzi Qaşanının Seyyid üzr istəyirəm, bir şeiri var, öyle ərəbi farsıdır bir beyti, ərəbidir bir beyt farsıdır. O ki, deyir, vaxunu dil neviştəm nəzdi imam-ı namə, inni rəytu dəhrə min hicrikəl qiyamə. Onun bir yeri var, sizin o sözü ki, bəziləri belə deyir, irad edir. Deyir, qofta məlamət amət əz kesrəti hədisəş və Allahumma rə'əyna hubbən bila məlamə. Dediniz ki, çox danışırsınız, bizi məzəmmət edirlər, məlamət edirlər. Deyir, mən də onların cavabına dedim ki, məzəmmətsiz eşq görməmişik. Harada eşq var, orada məzəmmət var. Çoxu da gedib o məqama çata bilmir, məzəmmət edir. Yaxşı. Məsələn, Məcnunun bir 5-6 dənə eləncə sevən dostu olsaydı, onun adını dəli qoymazdılar ki, baxdılar, gördülər, Məcnundan yoxdur burada. Adamı sürüyə aparırlar Kəbənin qabağına ki, tövbə elə, gəlir, yıxılır orada, Allahın məzid hubbil ilə. Əcəb 3 dənə, 4 dənə Məcnun kimi, Qeys kimi orada həqiqi məhəbbət əhli olsaydı, yaxşı, onda cəmiyyət başa düşərdi. Bunlardan ki, yoxdur cəmiyyətin içərisində, ona görə cəmiyyətə qəribə gəlir, başlayırlar məzəmmət eləməyə. Ona belə çatdıra bildirəm də fikrimə. 5 dənə olsaydı Qeys kimi adam, qərib olmazdı. Hamı üçün də o normal qəbul olunardı. Ondan sonra necə yəni adam yatmır, gecə gündüz gedir, məsələn, meşədə oturur, gedir orada oturur, ağlayır, filan edir. Ona görə o Əhl-i Beyt sevgisi, Əhl-i Beyt məhəbbəti elə sıxılıb dünyada Seyid, gəlib düşüb belə bir fərdin formasına tək qalıb. Ona görə də bir dəstə üçün fürsət düşüb, bir dəstə başa düşmür, belə, bir dəstə də analogun görməyiblər. Nə özündə, nə qonşuda, nə öz kətlərində olmayıb, nə qonşu kətlərdə olmayıb. Ona sonra görəsən, məsələn, gəlib iradlar eləyirlər ki, niyə ağlayır o biz? Yeri gəlmişəm, mən də sözü kəsdim, Seyyid üzr istəyirəm. Bizim bir dənə bəhsimiz qismət olsa, Quranda ağlamaq barəsində olan ayələrdən inşallah əzadarlığa da ağlamaq
ümumiyyətlə ağlamağa Quran necə baxır? Ki, o ayələrdə neçə dənə var, onu inşallah günlərin birinə təyin edərik, danışarıq, qismət olsa. Yəni, siz danışarsınız. İnşallah. Ya Allah siz. Olan demək ki, bu tək Əhl-i Beytin sevgisi, məsələn, siz bir tərəfdən baxdınız ki, danlayırlar. Danlayırlar. Onlar elə bilirlər ki, bizim sevgimiz də daxildən olan bir riqqətdir, bir duyğudur, bir emosiyadır. Orada deyirlər, mən də İmam Hüseyni sevirəm də, mən də Həzrət O da moddur da. Amma Quran deyir ki, əgər bu şəkildə düşünürsünüzsə, ikiniz də səhv edirsiniz. Əhl-i Beytin sevgisi o deməkdir ki, bunların yolu ilə etməlisən. Bu nə deməkdir? Yəni namazı bunlardan öyrənməlisən, orucu bunlardan öyrənməlisən, hökmləri bunlardan öyrənməlisən, Allaha doğru gedən yolu bunlardan öyrənməlisən. Hətta bu hədisdə gördünüzsə, tövhid də bizdən gələndə düzgün olur. Hətta siz gördüm, mən verilişə sırasında qəzəb udmaqdan danışdınız. Bugünsün bütün irfan alimlər, əxlaq alimlər nə deyirlər? Deyirlər, əgər istəyirsən bu yolu gedəsən, gərək qəzəb kitabını qatlayıb qoysan. Qəzəblənəndə məntiqli qəzəblənəsən. Görürsən ki, burada qəzəbə ehtiyac var, qəzəblənəsən. O qəzəb ki, şücaətlə nəticələndə, o Ayətullah Şübbər deyir, insanda neçə qüvvə var, daxili qüvvə. Hamısı onlar emal olmalıdır, süzgədən keçməlidir. Şuurlu şəkildə. Bəli. Yəni qəzəb sənə aparmamalıdır. İnsanda məsələn şəhvət qüvvəsi olmasa, insanda neçə dənə nəsli davam eləməz məsələn. İnsan nənə deyir, amma gərək o iffətə çevrilir. Qəzəb qüvvəsi də kötüyündə olmalıdır. Amma o şücaətə çevrilməlidir. O gəlib o yerdə məsələn bir var qəzəblənəsən, bir dənə fəsad çıxardasan, amma o şücaətə çevriləndə hətta mümkündür oturasan. Yəni biz elə bilirik ki, şücaət, reaksiya verəsən, qəzəbləndin, gərək gedəsən, vurasan, öldürəsən. Amma bəzən də nədir? Həmin o şücaət insanda bir dərəcədədir ki, 25 il oturmağa vadar edir. Kimin şücaəti çatardı? Həzrəti Əlinin biləngi olanda, Həzrəti Əlinin qılıncı olanda, Həzrəti Əlinin qorxmamazlığı olanda 25 ildə otura səbir edir. Başına da bütün müsibətlər də gəlir. Yəni, şücaət tək cəbhədə deyil. Bu biri cəhətdə də şücaət var. Buyururdu ki, məni o qədər haşiyəyə qovdular, o qədər təciz elədilər. Cəmaat sayanda deyir ki, mürdəşir filan kəs, ölüyən filan kəs, nə bilim filan kəs, Əli ibn Əbi Talib. Yəni, bu sırada sayırdılar məni. O boyda böyük işlərdən məni kənarda saxlamışlar. İndi bəzilər deyir, nə olsun Həzrəti Əli məsələn, vəzir idi, məsləhətçi idi. Qətiyyən tarixdə bir şey yoxdur. Əli əleyhissalama və övladlarına və yaxınlarına bircə dənə belə vəzifə verilməmişdir. Vəzifə verilməmişdir. Ümumiyyətlə, heç məhəllə zeyrab deyərlər, qail deyirdilər axı. Aktual deyirlər. Hacı, məsələn, adətən biz bunu eşidirik ki, deyirlər ki, indi iradı biraz da bu dəlil formasında, istidlali formada qeyd edirlər ki, yəni siz bu qədər ki, İmam Hüseyin əleyhissalam üçün əzadarlıq edirsiniz, şişirdirsiniz, ağlayırsınız hər il. Peyğəmbər üçün bu qədər əzadarlıq eləmişsiniz, Həzrət Əli üçün bu qədər eləyirsiniz, İmam Həsən üçün, bəs onlar falan. Əsas məsələ, yəni istidlal formasında bunu bir qururlar, dəlil gətirirlər ki, yəni siz madəm ki, Peyğəmbər bundan üstündür. O üstündə olsa o buna əzadar olub da. Peyğəmbər İmam Hüseyndən üstündür. Əli əleyhissalam da İmam Hüseyndən üstündür. İmam Hüseyin özü deyir, qardaşım Həsən də məndən üstündür. Amma İmam Hüseyin də, xanım Zəhra da, İmam Həsən də, xanım Zəhra da, salamullah aleyha. Həzrəti Əli də, Həzrəti Peyğəmbər də İmam Hüseyini əzadarlıq eləyir. Demir, tusallu kəma usəlli. Bizim namazı ərəb dilində qılmağımızda dəlil nədir? Sallu kəma rəaytumuni usalli. Usalli, bəli. Mən necə namaz qılmışam, siz deyirəm. Baxın mənə. Mənim mənası budur ki, baxın mənə də. Quranda deyir, ma yəntiqu ənil həva. Üsvatun həsənə. Ma yəntiqu ənil həva. Ondan sonra bir dənə də ayə varımızdır. Peyğəmbər sizə nə əmr edirsə, onu əxs edir. Rəsul fəxuzuhu. İndi onun bir tərəfidir. Yəni, Peyğəmbər özü əzadarlıq eləyib, ağlayıb, bizə tövsiyə eləyib. Digər məsələsi, bunu bir müqayisə elə gələ bu hadisələri.
Yəni müsibət bunun harasında Peyğəmbərin vəfatını götür, Həzrət Əlinin şəhadətini, amma heç biri İmam Hüseyn əleyhissalamın şəhadəti ilə müqayisə olunmaz. Peyğəmbərin öz ümməti götürüb Peyğəmbərin balasını tikə-tikə doğruya, şəhid eləyə, nəvələrini, sonra qız gəlinlərini də əsir apara. Dairəsi də mövzu var da, məsələyə bu biri tərəfdən də bax. Elə bil Həzrət Peyğəmbər və Əli əleyhissalam İmam Həsən bu məsələni elə bir nizamladılar ki, gəlib məsələn Kərbə demirəm, amma bunlar qəsdən belə elədi. Yəni belə gedişat, belə hadisə gətirdi, çıxartdı ora ki, bu şey İmam Hüseyn əleyhissalamın vasitəsilə başına gəldi və oradan elə bir çeşmə oradan elədi də. Çeşmə oradan qalxdı və bir dənə o bayaq dediyimiz söz acısız davam edərsiniz. O ki, bir dənə söz. Biz dediyimə mod düşüb. Biz də Əhl-Beyt sevənlərik. Biz də Həzrət Əlini sevirik. Biz də İmam Hüseyni ağlayırıq. Adam o biri-birindən soruşdu, dedilər, birindən soruşdular, o filankəs necə adamdır? Dedi, valla, namaz qılmağını görməmişəm, amma oruc yeməyini görmüşəm. Yaxşı, heç adam ağlamağını da görməyib, ağlamağını da görməyib. Amma laf şeydir də, ağlasan da o deyir axı. Ağlasan da o deyir. Yəni, İmam Hüseyn əleyhissalamı həqiqi ağlayan adam o sualı verməməlidir. Biraz o mövzunun, mən o mövzuda çox uzağam, heç irfanı nəzərini bilmirəm, onda qalmışdı əməli ola. Amma məsələn, bir adam İmam Hüseyn əleyhissalamı ağlayanda, bəzən biz görsən namazdan, orucdan bizə gələni o dərəcədə tuta bilmirik. Amma bu mövzularda, çünki qəlbdə yumşalır, bu əzadarlıqda filan eləyir, ondan sonra belə. Və adam o ağlayır, orada bir səfanı hiss eləyir. Bu necə ağlayıb ki, o səfanı hiss eləyib, ondan sonra durub, məsələn, bu sözü deyir və bu iradə eləyir. Bəzilər deyirlər ki, məsələn, güldü, o ağlayan kim başlayırsınız gülmə. O da İmam Hüseyin ağlamağı xasiyyətidir. Məsələn, biz bəziləri ki, Seyyid də bayaq toxundu, neynirsən ki, dəlim ağladın. Yəni, bunun mahiyyəti nə qədər dərindir ki, nə qədər bizim həyatımıza təsirlidir ki, bu qədər savablar qeyd olunub onun üçün. Bəzilərini də bu savablar özündən çıxardır. Yəni, eşidir ki, necə İmam Hüseyin əleyhissalam üçün ağlasa, ağlatsa, ağlamsınsa, cənnət ona vacib olar. Behişt ona haram olar. Ya məsələn deyir ki, cəhənnəm ona haram olar. İmam Hüseyin əleyhissalam üçün kim bir ağacı qanadın o qanadı qədər yaş axıtsa, günahları bağışlanır. Bu hədislər deyilmiş savablar. Hələ indi mən bəzi savabları burada qeyd eləmişdim. İndi vaxt qalsa onu da oxuyarıq. Yəni, bəzi insanları özündən çıxardan bu şeylərdir ki, yəni necə yəni? Necə yəni? Nə baş verir? Amma bilirsiniz məsələ necədir? Mən elə düşünürəm ki, biz hər şeydən qabaq insanlar üçün mənəvi dəyərləri aktuallaşdırmalıyıq. İmam Əli əleyhissalam buyurur, "İ'rifil haqq, ta'rif əhlə." Haqqı tanı, həqiqət tanı ki, həqiqət əhlini tanıyasan. Yəni bir adam ki, Yezidin həyat tərzini sevir. İmam Hüseyin əleyhissalamın da Yezidə etirazı onun həyat tərzini idi. Onun İmam Hüseyin əleyhissalamı həqiqətən sevməsi məntiqli olardı mı? Qətiyyən. Düzdür, indi burada nisbilik də var da, qismən, filan, bəsməşən. Amma məsələ burasındadır ki, məsələn, Əbülfəz əleyhissalamı sevməli olan adam əvvəl qeyrəti sevədə. Qeyrəti sevməsə Əbülfəzin qeyrətini niyə sevsin? Kərbəlada var idi də, 30 min nəfər var idi o tərəfdə müsəlmanlar ki, hər şeydən dəm vururdular. Niyə düşmən idilər? Baxın, mən bir müqayisə aparım. 2 müqayisə aparacaq. Baxın, Nəcran məsihləri gəlir mübahilə meydanına. Onların məsihlərin böyüyü baş keşiş deyir ki, mən burada elə üzlər görürəm ki, bunların peyğəmbəri, bu kişi, Allaha bunlara and verib. Desə ki, bu Uhud dağını qopar atı tərəfə, Allah eləyər. Qayıdın. Həmin Əli Əkbər əleyhissalam, o Əhl-i Beytdən olan, gəlir meydana və deyirlər ki, çox çaşır ki, peyğəmbərdir mi gələn? Yəni, bu qədər bənzərlik və bizim fikirimizi, klassiklərimizdə əsas
diqqəti nəyin üzərinə çəkiblər? Şibhi peyğəmbər, peyğəmbərə bənzər. Yəni onların qabağına peyğəmbər də çıxsaydı öldürəcəkdilər. Onların qabağına peyğəmbər çıxsaydı, Necə Əleyhisselam buyurur, peyğəmbərə eləyə bilmədiklərini mənə elədilər. Bu bir tərəf, bir müqayisə. O Məsihli ilə xristian başa düşür ki, bunlar çox nurani adamlardılar. Girməyin meydana. Amma Kərbəladakı Şam qoşunu başa düşmədi. Digər məsələ, Həmzə Əleyhisselam şəhid olanda ki, elə həmin Yezidin nənəsi onu şəhid elətdirmişdi. Müharibənin içində terror elətdirmişdi namərcəsinə. Hind idi də adı qadının. O mənfur qadını. Çox faciəvi şəkildə doğratdırmışdı. Həmzə Əleyhisselamın qulaqlarını kəsdirilmişdi. Elə vəziyyət yaradılmışdı ki, Rasulullah sallallahu aleyhi saatlar neçə gün ağladı Həmzə Əleyhisselam üçün, həmisi üçün. Və müsəlmanlar deyir, orada sədd çəkdilər ki, Həmzənin bacıları görməsin o vəziyyəti. Bunların, bu namərdlərin insaf olmadı aşura günü əsirləri, körpə qızlar gətirdilər Hüseyin Əleyhisselamın doğranmış bədənin görsün. Başları da vurdular nizə. Başları da nizə vurub, özdə yazdılar ki, qəsdən onların yanında aparırdılar ki, onlar daim görsünlər, həmişə yaraları təzələnsin. Hətta onları Şama gətirəndə, Şamın girişində bir Yəhudi qəbiləsi var idi. Xeybər Yəhudiləri qaçıb gəlmişdilər ora. Gətirdilər o Yəhudilərin qəbiləsinin içindən keçirdilər ki, bu həmin sizin Xeybər qalasını fəth eləyən Əlinin balalarıdır. Yezid də deyir də, o deyir mənim Bədirdə ölən babalarım. Belə deyir, onlar Əfsaray içəri girəndə deyir, mənim Bədirdə ölən babalarım. O şeirdə bir dənə söz deyir Yezid, deyir ki, Leytə əşyəxi Bədrin şəhidu. Kaş Bədirdəki şeyh babalarım şahid olaydılar ki, mən necə qəhrəmanlıq göstərdim, mən Ali Haşimdən qisasımı aldım. Həzrət Zeynəb salamları xütbəsində deyir ki, Yezid, bir gün olacaq deyirsən, kaş bunu eləməyəydim. Deyirsən, kaş görəydilər. O gün deyirsən, kaş görməyə, heç kəs görməyəydi ki, mən bu işi görmüşəm. Kaş əllərim solaq olaydı, bu işi görməyəydim. Xanım xütbəsində deyir. Yəni, hadisənin həm qəhrəmanlıq tərəfini, həm faciə biz təəssüf qəhrəmanlıq tərəfində xeyli uduzuruq da mövqeyimiz, yəni çatdıra bilmirik. Məsələn, biz Kərbəladan qabaq şəhidlər də var da, Müslüm Əleyhisselam var. Necə qəhrəmanlıq göstərib ki... Seyid, üzr istəyirəm. Mən sualım, mövzu o deyildi. Yəni, deyəsən, mövzu biraz yayındı başqa tərəfə. Yəni, bəzi insanlar ki, irad eləyirlər, yəni bu əzadarlıq barəsində nəql olunmuş o savablaradır. Deyir ki, necə ola bilər ki, bir göz yaşı, məsələn, o qədər savab gətirsin, günahları bağışlıq, ya bir ağlamsınmaq nə olan şeydir ki, yəni, biz o göz nəyə görə bu qədər yaşının, üzr istəyirəm Seyid də indi deyər, göz yaşının indi o bəhsin ayələrdən eləyərik, o mənim dedikdə gələn günlərdə o göz yaşına bir göz yaşı. Söhbət damcıdan gedir də, damcıdan. Həzrəti Rəsullahdan o ki, hədis var, deyir, 4 dənə gözdən başqa qiyamətdə bir göz ağlayacaq. Bəs buradan bilinir ki, göz yaşının dəyəri var. Eynun, bir göz ki, bir da göz. Bəs Həzrəti Musa, ya Allah Teala deyir ki, ya Musa, mənə gözündən ehsan elə. Deyir, neyiniyim ilahi? Deyir, gözündən yaş çıxart. Ya məsələn, Həzrəti Rəsulullah Əbazərə deyir ki, elmindən danışanda, elmin fəzilətindən, elmin üstünlüğündən danışanda əl-ilmulləzi ləm yubkikə fəla faidətə ya fəla mənfəətə fi. O elm ki, səni ağlatmayacaq, gözündən yaş çıxartmayacaq, onun heç bir faydası, heç bir mənfəəti yoxdur. Yəni, o dediyim, o 4 göz ağlanmayacaq oradakı hədis və məsələn, yəxirrunə süccədə və yəbkun ki, Quran deyir o ayənin birinin axırında, düşərlər səcdiyə və ağlarlar. Və görürsünüz, Allahın da dərgahında, məhzərində ən ibadətin o belə yuxarı yeri səcdədir də. İnsan yıxılıb, üzün qoyub torpağa. Onun dalıcan deyir və yəbkun. Deməli, ağlamaqda bir fəzilət var ki, Allah Quranda da onu deyir də. O baxımdır. Bəlkə hacı, bəlkə buna görədir ki, bunlar ümumiyyətlə İmam Hüseyin Əleyhisselamın məqamını bilmirlər bu iradları. Yəni ki, İmam Hüseyin Əleyhisselama olan baxış tərzi
bu təəccübləri doğurur onlarda Abi ki. orada iki cürədir də. Seyid bu imkan vermir ki, Seyid. Yəni məsələn, mən məsələn biri ağlamağın o dərəcədə savabı, sırf məsələn də indi məsələn deyək ki, zikirdir, salavat göndər, Kərbəla şəhidlərinə Yasin oxu, Quran oxu, neynə, bunu da deyən də var axı. Ehsan ver, nə bilim, get məsələn ziyarətə məsələn. Yaxşı. Bir də deyir ki, göz yaşında bu qədər. Bir damcı göz yaşında məsələn düşə üzünə, hədisdə bu burada məndə var deyir. Allah behişti ona vacib eləyir, cəhənnəmi ona haram eləyir. Bu bir damcı göz yaşının özündə mövzu bir irad eləyirlər. Bir də ki, ümumiyyətlə niyə məsələn ağlamalıyıq da ona? Amma əsas əslində burada olan sir niyə ağlamalıyıq mövzusundadır. Mənim düşüncəm budur ki, sizin sualınız niyə ağlamalıdır? Niyə əslində yəni o dərəcəni bilsələr? Yox, İmam Hüseynin məqamını yox. Biz məqam sahibləri üçün ağlamırıq ki. Kimdir Nizami Gəncəvin yadına salıb ağlayan məsələn azab edin. Bizə birisi nə lazımdır? Biz İmam Hüseynlə bir yerdə uzlaşaq ki, onun dərdini anlayıb ağlayaq. Məsələn, biz bir filmə baxırıq. Məsələn, belə deyim də, Dəmir Ürək filmində Mel Gibson bir dənə qəşəng səhnə yaradıb, ona xəyanət eləyən bir nəfərin xəyanətinin üstünü açır və onda elə bir hal yaşayır ki, adam ağlamaya bilmir. Niyə? Çünki insan özü onun empati yarada bilir, özünü onun yerinə qoya bilir. Məsələn, biz Həzrət Abbas əleyhissalamın o suyu götürüb içməməsini biz ona niyə ağlayaq? Ona görə ağlamırıq ki, biz empati yarada bilmirik. Yəni biz isərdik. Biz isərdik. O fədakarlıq ruhu var ha. O fədakarlıq. Gərək insanda onun zəminəsi yarar. Biz də isməzdik. Məsələn, özüm deyirəm, siz demirəm. Biz hörmət eləmək olur, biz deyirik. Hadisə düşdü mənim yadıma. Mən bir deməli təqribən 82-81-ci illərdir. Masalının kətlərinin birində bir molla gilə getmişdik. O türmədə olmuşdu Komi ASSR-də o vaxt. Deyir, bu əbcəd hesabın yadında yaxşı bilirdi. Özü danışırdı. Səhv eləmirəmsə Xocalar kəndində idi. Dedi, mən hesabladım, gördüm SSR-nin türməsində özdə Stalinin o meydan oxuyan vaxtında kim nə bilirdi Aşura nədir? Yaxşı. Yəni, bilən bilirdim, səsini çıxardan bilirdim. Mən hesabladım, köhnə illərlə uzlaşdım. Gördüm, deyir, mən Aşura gününə düşür. Belə türmənin həyətində də indi o vaxtda belə deyir də, biraz başqa cürə idi. Yəni, bu cürə sistem, nizam olmayıb. Oturmuşdum orada, deyirlər belə torpaqla oynaya başladım öz-özümə bir də mərsi oxudum. Xırda mərsi oxudum. Gəldi bəzi müsəlmanlardan var idi, yəni Azərbaycanlı var idi orada. Onlar da oturdu, xırda ağlayırdı. Mən oxuyub qutarana yaxın arxadan bir nəfərin bərk səsi, ağlamaq səsi gəldi. Bərk ağlamaq səsi gəldi. Mən döndüm, baxdım, gördüm bir dənə deyir, Rus filankəs adını da dedi. O, burada Bakıda işləyib, hardasa Azərbaycan dilini başa düşürmüş. Mən əvvəl elə bildim, bu müsəlman olub. Ona dedim ki, sən müsəlman olmuşsan, dedi, yox. Dedim, ümumiyyətlə, sən bu hadisə kimdir, nəçidir, hardan başlayıb, necə cəryan eləyir, ondan xəbərin var, dedi, yox. Dedim, bəs sən niyə ağlayırsan? Dedilə, sən indi o vəziyyəti ki, orada olan o gedişatı ki, mənə burada izah edirdin, mən də sənə qulaq asırdım. Əgər insanın zərrə qədər insaniyyəti olsa, o hadisənin, o müqabilində ağlamamış keçə bilməz. Yəni, gərək insan o, siz demişən... Mərdlik gərək aktual olsun ki, mərdlərin şəhadəti adamı yandırsın. Hacı, indi bir dənə də məsələ edeyim. Deyir, kim ağlasa, ağlatsa, ağlamsınsa. Yəni, özünü ağlamır, amma özünü ağlayanlara oxşadır da, ağlamsınır. Cənnət ona vacib olar. Əgər məsələ yalnız ağlamaqda idisə, gərək deyilsin ki, kim ağlasa, ağlatmaqdadırsa, onda gerək desin, kimsə ağlatsa, Roza deyir, Mərsiyə deyir, ağladır. Amma bir də var ki, nə ağlayır, nə ağladır. Tamam, müəllim, məncə siz buna bir müstəqil veriliş həsr edin. Bilirsiniz niyə? Yəni, burada bir məqsəd olmalı. Məqsəd nədir? Baxın, indi öz başa deyir ki, ağlamıyor, amma məsələn də başına qoya ağlamışsınsa, cənnət vacibı. Məqsəd nədir burada? Bilirsinizmi niyə? Baxın, biz
Cəmaətin içində yemək yediyimiz kimi evdə yemək yeyirik, ya əksinə. Fərqli olurdu. Xüsusi geyimimiz var, cəmiyyətin xüsusi yemək tərzimiz var. Niyə? Çünki oranın normativlərinə uyuruq. Biz İmam Hüseynin hərəkatına uyuruq özümüzü ağladanlara bənzətməklə. Yəni biz sıramızı bəlli edirik ki, biz gizitçiliyi qəbul eləmirik. Biz zülmü qəbul eləmirik, biz zalimi qəbul eləmirik. Biz İmam Hüseyn əleyhissalam kimi olmasaq da, onların tərəfdarları qədər olmasaq da, öz səviyyəmizdə deyirik ki, biz rədd edirik o zülmü. Yəni biz özümüzü oxşadırıq, qıraqdan baxan deməsin ki, bu laqeyddir, itinasızdır bu hadisiyə. Axı var da bildirlər ki, nə oldu? Bu ərəblər qırıb bir-birin. Çünki bu adam mərd adama ərəb kim baxır? Oradakı namərdə də tənqid edəməkdənsə ərəb kim baxır? Bu adam üçün heç nə. Sabah Azərbaycanlı da ölsə onun üçün fərqi yoxdur. Çünki ona özü maraqlıdır. Başqa əhəmmət və mənfusu mayəsi var. Bəzilərində yalnız özləri mühümdür. Başqa heç nə mühüm deyil. Belə insanlar başa düşmürlər. Çünki mənəvi dəyərlər bunlar üçün aktual deyil. Mən bir söz deyim. Niyə İmam Hüseyn əleyhissalamın hərəkatı bu cür kəskin, aqressiv şəkildə elədi? İndi o hadisənin də təfərrüatını aydınlaşdıranda bu kimi görünmür. Yəni İmam Hüseyn məcbur idi. Çünki harda qalsaydı öldürəcəkdir. Amma onun da reaksiyası kəsilmir. Niyə? Çünki cəmaət elə bilir ki, həqiqi həyat Yezidi qəbul edən həyatdır. Anormal həyat Hüseynçilikdir. Allah Teala isə bu nizam-ı intizamı sistemi qurub İmam Zamanın zuhuruna qədər başa salsın ki, həqiqi həyat, əslində olmalı olan həyat, Hüseyni həyatdır. Bu qondarılmış həyat sizin beyninizə yeridilib. O bəzi filmlər var, görsən, yalancı bir həyat qururlar bir nəfər üçün. Bu da elə bilir ki, dünya elə beləymiş. Elə bir uşağı vermirsən başqa bir ailəyə, bu da elə bilir ki, mənim ailəm budur. Bir də illər sonra ayrılır ki, əslində belə deyilmiş. Həqiqi həyat Hüseyncilik mərdanə həyatdır. Bir də Seyid, burada bir dənə mövzu var. Deyəsən, vaxtımız da tamam olur. Vaxtımız var. Yox, tamam olub. Deməli, burada izhar-ı təzəllüm mövzusu da var da. Zülmü izhar eləməklik. Biz hansı dillə başa salsaq, başa düşmürlər. Ciddi qəbul eləyərlər. Hər məntiqimizin qarşısında bir dənə söz deyirlər. Hər sözümüzün qarşısında bir dənə hekayə çıxardırlar. Və bəzən də bəzi şeyi dillə ifadə eləməli deyir. Halət onu bildirir. O halət özü də həmin izhar-ı təzəllümdür. Baş verən zülmü ağlama. Məsələn, İmam Hüseyn əleyhissalam nə qədər dillə moizə oxudu, xeyir olmadı. Haləti ilə başa saldı ki, həqiqət bu cürdür. Deməli, burada bir əsas məsələ, yəni o məsələ bəziləri narahat edən məqam bəlkə də həm də burada bu mövzudur ki, İmam Hüseyn əleyhissalamdan çox danışanda, Kərbaladan çox danışanda, ağlayanda, bu zülmə nifrət eləyəndə Əhl-i Beyt vilayətinin haqqaniyyəti müdafiə olunur və Əhl-i Beytə, vilayətə, Həzrət Əliyə, o məqama, imamətə zülm eləyənlərin isə rəzaləti üzə çıxır. Bir dənə icazə söz deyərdim. Ona görə bəlkə narahatdılar. Bir söz deyərdim icazənizlə. İcazə versiniz. Bugün həkimlər gündür, səhv eləməsəm. Təbii şeylər. Allah salamat eləsin. Sağlamlığımızı keşində dururlar. Həkimlər günü var. Polislər günü var. Analar günü var. Gənclər günü var. Müəllimlər, uşaqlar. Müəllimlər, incəsənət xadimləri. Hər şeyin bir günü. Futbol çempionatı keçirilir. Mərdliyin günü hansıdır İmam Hüseyndən başqa? Məhərrəm günlüyündən başqa mərdlik harda qeyd olunur? Harda aktuallaşır? Mərdlikdən kim danışır? Harda danışır? Əsərlərdə danışılır, ədəbiyyatda. Amma o qeyri-ciddi qəbul olunur. Nağıl kimi qəbul olunur. Yəni biz illərdir bizim satiriklərimiz cəmiyyətdəki anormal məsələləri satirik oxları ilə, qamçıları ilə vururlar. Xeyri. Elə həmin o antipodlar görsən yığışırlar, həmin satirikin yaradıcı gedəsi keçirirlər. Amma mərdliyin o il dönümü, mərdliyin konfransı, konqresi əməli surətə keçməyi bəli. Bu ağlamaqla həyata keçir. Məsələn, Quranın özünə Allah demədi ki, ləkum fil Quranı süvətun həsənə. Peyğəmbərə dedi də. O Peyğəmbər niyə üçün o Quranı həyata keçirirdi? Burada da İmam Hüseyn əleyhissalam onu həyata keçirir. Elə bir canlı bir hərəkat yaratmaq, canlı göstərmək ayrı bir təsirə malikdir. Eşitmək isə
O O qədər Misbah ciddi. Yazdı Allah rəhmət eləsin. Bir dənə Allah rəhmət o Kərbəlada çaxan bir şimşək kitabında bir dənə müqayisə edir. Allah Teala Həzrəti Musa peyğəmbərə dedi ki, Turisina dağında sənin ümmətin bütpərəst olub, inəkpərəst olub. Onun heç bir reaksiya yoxdur. Amma elə ki Həzrəti Musa əleyhissalam gəldi, gözü ilə gördü səhnəni. Orada artıq özünü saxlaya bilmədi. Tövratı yerə atdı, gedir orada Harun əleyhissalamdan yapışır ki, sən burada ola. Yəni ki, demək istəyir ki, eşitməklə görməyin bu qədər fərqi var insan psixologiyasında və ruhunda. Hacı, təəssüflər olsun ki, vaxtımız çox oldu, biraz getdi, üzrxahlıq eləyirik. Amma mənə elə gəlir ki, bu lazımlıdır. Bu söhbətlər nə qədər çox olsa o qədər yaxşıdır. Təşəkkür edirik hər ikinizə, Hacı, sizə təşəkkür edirik. Allah Teala sizə gözəl əcr versin. Amma mənə elə gəlir ki, bu mövzunu elə sabahda davam etdirsək daha yaxşı olardı məncə. İnşallah, Allah qismət edər. İnşallah. Esselamu aleykə ya Əba Abdillah və aləl ərvahilləti xallət bifinaik. Aleykə minni salamullah əbəda ma bəqitu və bəqiyəl leylu və nəhar. ولا جعله الله آخر العهد مني لزيارتك. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته.